Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala hatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Əmmə ba'd. İlk növbədə dəyərli qardaşlar, dinləyicilər, dəyərli müsəlmanlar, hər birinizə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra alimlərin Rəbbil Allaha şükr edirik, həmd edirik ki, Allah Subhanahu taala elhamdülillah bu gözəl gündə bizə qismət edib, cəm olmuşuq bir yerdə. Elhamdülillah müsəlmanların cəm olması, bir yerə yığışması şübhəsiz ki, xeyirdir. Çünki mənim qardaşımdan mənə ancaq xeyir gələ bilər. Allah Subhanahu taala bizi həmişə xeyir üzərində cəm eləsin. Allahümmə amin. Biz elhamdülillah keçən səfər xatırlatdıq ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm onun hədiyindən idi, mübarək yolundan idi ki, hər gün səhər zikirlərində Allahdan faydalı elm istəyirdi. Elmən nafi'an, faydalı elm istəyirdi. Və həmçinin Allah Rəsulü rızqan tayyibən, təmiz ruzi istəyirdi və həmçinin amələn mutaqabbələn, qəbul olunan əməl istəyirdi Allahdan. Kim? Muhammed sallallahu aleyhi və səlləm. Və bizlərə də qardaşlar üzərimizə düşən odur ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə iqtida eləmək, tabi olmaq. Çünki Allah subhanahu wa ta'ala buyurur ki, Allahın Rəsulunda sizlər üçün gözəl öyüd nəsiyyət vardır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizlər üçün nümunədir. O necə edirdisə, biz də çalışmalıyıq ki, onun əmr etdiklərini yerinə yetirək, qadağan etdiklərindən çəkinək. Bu bizə qardaşlar Allahın əmridir. Allah Subhanahu taala əmr edir Rəsuluna tabi olmağa. Bax ki, hədisə Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm Allahdan faydalı elm istədi. Ondan sonra rızqan tayyibən, təmiz ruzi istədi. Fikir verin, hədisdə işarə var. İşarə var ki, biz artıq bilirik ki, ruzi demək iki növdür. Necə ki, elm iki növ oldu. Faydalı, insana fayda verən və həmçinin fayda verməyən. Eyni ilə də ruzi iki növdür. Var ruzi təmiz, tayyib, halal, var xəbis. Və Allah subhanahu wa ta'ala bilirik ki, pakdır, tayyibdir. Və təmiz olanı da, pak olanı da Allah subhanahu wa ta'ala sevir. Necə ki, peyğəmbərlərinə uca Allah əmr etdiyi kimi, möminlərə də əmr etmişdi ki, verdiyi ruzilərdən yalnız pak olanı yiyək, halal olanı yiyək. Necə ki, baxsan, Müminin surəsi 51-ci ayə, uca Allah buyurur ki, Ya eyyuhər rusul, ey peyğəmbərlər, kulu minət tayyibət. Kulu minət tayyibət. Halal olanlardan yeyin, pak olanlardan yeyin. Allah əmr edir, əmr feilidir. Və həmçinin baxsan, Bəqərə surəsi 172-ci ayəyə, Uca Rəbbimiz buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, kulu min tayyibət, mə razaqnəkum. Allah Subhanahu buyurur ki, ey iman gətirənlər, sizə verdiyimiz ruzilərdən təmiz olanı, halal olanı yiyin, haram olanı yox. Və Allah Subhanahu wa ta'ala Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmi göndərdi ki, nə ki halaldır, onu öyrətsin insanlara. Və nə ki haramdır, ondan da çəkindirsin. Yəni halal olanı da görsətsin, haram olanı da görsətsin. Ona görə dəyərli qardaşlarım, müsəlmanlar, bazı və qardaşlarım, bizim üzərimizə vacibdir sünniyə tabi olmaq. Çünki sünnə sənə öyrədir, nə halaldır, nə haramdır. Heç də o parlaq çıxış edənlərə, sünnə düşmənlərinə, hədis düşmənlərinə, hədisi inkar edənlərə qulaq asma günah. Onlar danışanda qulağını tut günah. Allah onların şərrindən qorusun. Hədisi inkar etmək, elə Quranı inkar etmək sayılır. Kim hədisi inkar edərsə, sanki Quranı inkar edib. Çünki Allah bizə əmr edir, Peyğəmbər sizə nəyə öyrədirsə onu götürün. Onlar da hədislərdədir. Bizim üzərimizə vacibdir Muhammed sallallahu aleyhi və səlləmin sözlərinə tabi olaq, əmirlərinə tabi olaq, qadağan etdiklərindən çəkinək, dəyərli qardaşlar. Ona görə baxsan sünniyə, görərsən ki, Allah Muhammed sallallahu aleyhi və səlləmə şəriət nazil edib və öyrədib ki, bu halaldır,
bu da haramdır. Barakallahu fikum. Və dəyərli Allahın qulları və həmçinin hədisə fikir ver. Hər gün Allah Resulü sübhdə bu duanı eləyirdi. Faydalı elm, sonra təmiz ruzi, sonra nə istəyir uca Rəbbindən? Amələn mutaqabbələn. Allahım, qəbul olan əməl ver ginən. Qəbul olan əməl ver. Fikir verin, ona lazım olan şey idi. Peyğəmbər sallallahu aleyhi ve sellem bunda bizə işarə edir, göstərir ki, heç də əməli yerinə yetirməklə iş bitmir. Çalışmaq lazımdır ki, doğru olan əməli yerinə yetirək. Yəni, qəbul olan əməl olsun. Və həmçinin başqa bir rivayətdə gəlir ki, hədisdə, Allahım, amələn salihən, salih əməl istəyirəm. Şeyh buyurur ki, bunda işarə vardır ki, heç də insanı Allaha yaxınlaşdıran hər bir əməl qəbul olan əməl deyildir. Demək, əməllərdən qəbul olanı da var, rədd ediləni də var. Ona görə insan diqqətli olmalıdır. Və qəbul olan əməl odur ki, salih əməldir. Salih əməldəki yalnız Allah Subhanahu wa Taala'nın tək ucu olan, Allah Subhanahu wa Taala'nın rızası üçün işlənən əmələ deyilir. Yəni, o əməl ki, Allahın rızasını qazanmaq üçün işləyirsən. Allah Subhanahu wa Taala Mülk surəsi 2-ci ayədə buyurur ki, Əl-ləzi xaləqəl məvt vəl-həyətə liyəbluvakum əyyukum əhsənu amələ. Allah Subhanahu wa Taala həyatı da, bu dünya həyatında ölümü də yaratdı ki, Uca Rəbbimiz buyurur ki, sizlərdən hansınızın daha yaxşı əməl sahibi olduğun, salih əməl sahibi olduğun bilsin. Allah onu ona görə yaratdı. Bu dünyanı verdi sənə ki, hansımız daha yaxşı əməl sahibiyik, o üzə çıxsın. O üzə çıxsın. Baxçıdan Fudeyl İbn Yad rahiməhullah bu ayənin mənasında söyləyir ki, yəni Allah Subhanahu taala sizin hansınızın daha yaxşı əməl sahibi olduğunu bilmək üçün həyatı və ölümü yaratdı. Yəni əy əxləsəhu və əsvabahu. Yəni o əməllərin ən saf olanın, xalis olanını istəyir. Yəni əməlin xalis olanın qəbul edir Allah. Və əsvabahu, yəni doğru olanın qəbul edir Allah Subhanahu wa taala. Dedilər ki, Fudeyl ibn Yada rahiməhullaha, ya Əbə Ali, ey Əbu Ali, və mə əxləsəhu və əsvabahu, hansı əməl daha xalisdir, safdır və doğru əməldir? Yəni, hansı əmələ deyilir? Qalə dedi ki, innəl əməl izə kənə xalisən və ləm yəkun savabən ləm yəqbəl. Əgər əməl xalis olar, saf olarsa Allah üçün, lakin doğru olmazsa, əməl qəbul olmaz. Və həmçində ki, və izə kənə savabən və ləm yəkun xalisən ləm yəqbəl. Və həmçinin əməl doğru olar, lakin xas, saf, salih, ixlaslı olmazsa, o əməl xalis olmazsa, o da qəbul olmaz. Ona görə dedi ki, həm əməl xalis olmalıdır, saf, təmiz olmalıdır, o əmələ heç nə qarışmamalıdır və həmçinin əməl doğru olmalıdır. Baxın, özü izah edir, rahiməllah. Söyləyir ki, xalisən savabən vəl-xalis mə kənə lillah. Xalis olan odur ki, Allah Subhanahu wa Taala'nın rizası üçün olub. Yəni, qul bir əməli işləyir, Allah ondan razı qalsın deyə. Heç də mənə yaxşı qardaşdır, pul xərcləyən də Allah üçün, kasıbların yanındadır, borcluların borcunu bağlayır, cömərtdir, əl açıqdır desinlər deyə eləyirsənsə, bir günə ki, əməl qəbul deyil. Xalis deyil. Sən əmələ Allahdan qeyrisini qatmısan. İnsanların razılığın. Yəni, xalis odur ki, mə kənə lillah. Yalnız Allah üçündür, Allah var. Əməldə, niyyətində başqa heç nə yoxdur. Və həmçinin şeyx buyurdu ki, vəs-savab, doğru olan da odur ki, mə kənə alə sünnə. Sünnə üzərindədir o əməl. Yəni, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin etdiklərinə müvafiqdir, müxalif deyil. Bu əməli Muhammed sallallahu aleyhi və səlləm də edib. Sahabələri də edib. Allah Rəsulunun yolundandır. Ona görə müsəlman diqqətli olmalıdır. Diqqətli olmalıdır ki, bir əməl eləyəndə
həm o əməl Allahın rızası üçün olsun və həmçinin də Peyğəmbərimizin yoluna uyğun olsun. Qəbulun iki şərti var, ikisi də bax yerində olmalıdır. Allah və Rəsulu. Əgər sən yaxşı əməl sahibisən, etmək istəyirsən, gözəl əməl edirsən, hə? Allah üçün edirəm. Amma Peyğəmbərin yoluna uyğun olmasa, misal üçün, sünnədə sübh namazı neçə rükət gəlib? Sünnəti, misal. 2 rükət, elə deyilmi qardaşlar? 4 rükət qılmaq istəyirəm. Misal. Savab əməldir, savabdır. Hə? Yəni Allah üçündür, Allah üçün istəyirəm qılım. Birinci şərt var, elə deyilmi? Yaxşı, ikinci şərt var. Peyğəmbər. Yoxdur, Muhammed sallallahu əleyhi və səlləm 4 qılıb sübhün sünnətini. Yox, demək ki, özünü yorma. Özünü yorma. Qəbul üçün Allah və Rəsulu ikisi də olmalıdır şərtdə. Allahdan istəyirik ki, Allah Subhanahu və Taala bizləri faydalı əmələ, faydalı elmə və həmçinin təmiz ruziyə və həmçinin qəbul olunmuş əməlləri Allah bizləri yönətsin. Allahum əmin. Allahdan özümə, sizlərə Allahdan haqqı ilə qorxmağı tövsiyə edirəm və Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizim günahlarımızı bağışlasın. Allahum əmin. Aqulu ma tesmaun və estağfirullah li və lekum və lisa'il muslimin min kulli zəm və estağfiruhu innehu vel gafurur rahim.